iddia ərizəsi daxil oldu Qusardan. Deməli, Qusarda bir cavan oğlan, cavan qız evləniblər, bir uşaqlar anadan olub. Uşaq hələ heç 40-ı çıxmamış, 5 gündür, 10 gündür uşaq anadan olub. Bunların mübahisəsi düşür. Ana götürür uşağı, atır atanın üstünə, çıxır gedir. İndi 40-lı uşağı nətər bu ata saxlaya bilər? Ona görə eləyibdir ki, bunlar məcburiyyət qarşısında qalsınlar, dalıncan gəlsinlər, minnət eləsinlər ki, gəl uşağına yədur, evinə yədur. Bu da bundan betər əsəbdir. Götürür uşağı təcili cümhur məhkəməyə ərizə verib ki, bəs xahiş edirəm, qərar qəbulinin ana uşağından imtina eləyib. Belə bir sənəd alır, üst tutur Sumqayıta uşaq evinə. Gəlir orada bu uşağı təhvil verir. Ana o vaxt xəbər tutur ki, və uşaq nədir, iş bunun dalıncan gəlmədir, eləmədilər, uşaq da yox. Orada da adətən bu övladı olmayanlar çoxları gedib növbədə dayanırlar, qabaçadan yazılırlar. Bunlara xəbər verirlər ki, bəs belə bir oğlan uşağı gətiriblər, sağlam falan. Sayılanan bir ailədir bu qərar var. Tez gedib bunu götürürlər övladlığa. İndi bu övladlığa vermədə bu sir kimi saxlanılır. Ondan sonra uşağın anası, ailə ora yazır, bura yazır falan elə mümkün deyil. Heç nə tapanmır. Heç bir məlumat vermirlər buna. Axırda müəyyən edir ki, buna cavab verirlər ki, bəs uşaq verilib övladlığa özü sayılandadır. Bu ərizə verəndə artıq uşağın 5 yaşı var. İddia qaldırıb məhkəmədə Maarif şöbəsinin inspektoru, bu Qəyyumluq Himayəçili Orqanın nümayəndəsi kim? Onlar da gəliblər. Sayılandan da cəlb elədim Qəyyumluq Himayəçili Orqanın hamısını. Əvvəlcə uşağı övladlığa götürən atanı çağırdım. Ərizə ilə tanış elədim. Ərizənin surətini verdik ki, filan vaxtı məhkəmə. Belə qaldı, dedi ki, Əzət müəllim, mən bircə onu deyirəm ki, mən ondan nəfəs aldım. Əgər o uşaq alınıb verilsə, hesab edir ki, bəlkə də o zaldan çıxanmədim mən. Elə mən burada canımı tapşırdım. Uşaq da gəlir, 5 yaşında uşaq, şeir deyir, pullarını boynuna, ata deyir, bunu qucaqlayır, ana deyir, o birisini qucaqlayır. Bunlar gözünə çıxıblar görür. Çox ağır bir proses.